Vaxtınız xeyir. Mən Zeynalova Kəmalə, kimya müəlliməsi. Bugün sizə 7 dekabr 2025-ci ildə keçirilmiş OTK-nın kimya fənni üzrə izahına baxaq. Hər birinizə uğurlar arzulayıram. Birinci sualımız məhlullarla bağlıdır. Məhlulumuzun kütləsi 820 faizin veribdir. Bu zaman biz maddəni tapaq. Maddə bərabərdir 820 vur 40 böl 100'ə. Bu zaman ixtisar gedir. 4 vur 82 qram nitrat alırıq biz. Nitrat. Daha sonra deyir ki, duzun disosiasiya dərəcəsini faizlə hesablayın. Bu zaman biz kalsium nitratın disosiyasiyasını edirik. Kalsium nitrat NO3 2 dəfə. Deməli, disosiyasiya etdikdə kalsium müsbət üstəgəl 2 mol NO3. Baxın, 164 qramdan deməli, biz alırıq nitrat iyonların sayını istəyir 2. Bəs 4 vur 82-yə nə qədər? 4 vur 82-yə x yazaq. Buradan 82 ilə 164 ixtisar gedir. Burada qalır deməli 2. 4'ü 2 ilə ixtisar aparırsınız. Və yaxud da 2'lər buradan ixtisar gedir. 4 iyon. 4 iyon. Deməli, biz bunu tam disosiyasiyadan aldıq. Əgər 4 iyonu tam disosiyasiya, yəni 100%-dən almışıqsa, biz 2,8-i neçə faizdən alırıq? 2,8-ə x. X də bərabərdir. Demək, 2,8-i vururuq 100'ə, bölürük 4'ə. Bu sıfırla bunu mən 28 eləyərəm. 28'i 4'ə bölərəm 7. 7'ni 10'a vuraram 70%. Doğru variant A variantıdır. Daha sonra 32-ci sualın izahına baxaq. Maddəmiz verilibdir. Metan m qram, suyumuz isə m+12 qramdır. Neçə kilojol istilik ayrılar? Baxaq, reaksiyada bizdə 16 qram metan olanda 36 qram su olur. Yəni, burada kütlə artımı 20 qramdır. 20 qram artım olanda nə qədər enerji sərf almışıq istilik effektində? 880 yazıram. 20 qrama 880 qramdırsa, fərqimiz 12 qramdır, x-dir. X də bərabərdir, sıfırlar gedir. Buradan gedir 44. 44'ü 12'ye vursa, 44 vur 12. 528. 528. Doğru variant B variantıdır. Daha sonra suda məhlulda qüvvətli elektroliti baxaq hər iki tərəfə. Bəli, hər ikisi disosiyasiya eləyir, suda həll olur. Kalium OH-la çöküntü verir, natrium kalium OH-la çöküntü vermir. 2 yanlışdır, ona görə 2 olan variantları dərhal silirik. 1 mollu disosiyasının eyni sayda iyon əmələ gəlir. Sinkdən 1, SO4-dən 1 cəmi 2, natriumdan 2, karbonatdan 1 cəmi 3. Deməli, bu yanlışdır. 3 olan variantları da silirik. Barium nitratla çöküntü əmələ gətirir. Bəli, barium karbonatla da çökür. Sulfatla da çökür. Doğru variant elə 1-4 A variantıdır. Daha sonra 34-cü suala baxırıq. 34-cü sualda duzlarla bağlı sualdır. Baxırıq, əgər duzda H varsa, OH-la reaksiya girir. Bəli. Dihidroduzlar öz turşusuna reaksiya girmir. 2 olan variantları dərhal silirsiniz. Deməli, hidroduz, deməli, bəli, hidrogen varsa OH-la da neytrallaşmaya girə bilər. Hidro və normal duzlar öz turşusu ilə orta fosfatla reaksiya girir. Doğru cavabınız Y variantıdır. 35-ci sualda bu disproporsiya tipinə aiddir. Bizə doğru olmayanları soruşur. Xlor həm oksidilə, həm reduksiya olunur. Düzdür. Deməli, bir olan variantları dərhal silirsiniz. Yanlışlar lazımdır. Əmsallaşdırsaq, deməli, mən burada birbaşa yazıram əmsalları. Natrium OH-a 6 gedir, suya 3 gedir. 5, 1, deməli 3. Deməli 6, 5, biri də burada 6 düzdür. Deməli, xlorun yarısı reduksiya olunur. Deməli, mənfi 1'ə getdi 0-dan. Deməli, oksidləşdiricidir. Proses reduksiyadır. 5 mol reduksiya olunubdur. Ona görə yanlışdır. Yarısı reduksiya olunmuyubdur.
Yanlışlar istədiyinə görə 2-ni saxlayırıq biz. 1-i silmişdik. Suyun əmsalı 3-dür. Bəli, doğrudur. Bizə yanlışlar lazımdır. Xlorun əmsalı 6 yox, 3-dür. 2, 4. Doğru variant D variantıdır. 36-cı suala baxaq. Homogen reaksiyanın müəyyən deməli müddət ərzində oksigenin qatılığı 0,25-dən 0,22-yə qədər azalmışdır. Gəlin görək nə qədər azalma var. 0-dan deməli 25-dən çıxırıq 0,22-ni 0,03 oksigenə görə azalmadır və CO-nun qatılığının azalmasını müəyyən edin. Burada baxırıq, CO-nun əmsalı 2-dir, oksigen 1-dir. Deməli, oksigen 0,03 azalırsa, özü ilə deməli 2 dəfə çox CO reaksiya aparır. X-də o da 0,06 Y variantıdır. Daha sonra 37-ci suala baxırıq. Deməli, X müsbət iyondakı elektronların sayı azot atomunun xarici təbəqəsindəki olan elektronların sayının 2 dəfə çoxdur. Azotun konfigurasiyasını açsaq 2 təbəqələrdə 5, 5-dən 2 dəfə çoxsa hal-hazırda 10 dənə elektronu var. 3-ün itirib 10 olur, əvvəlcə 13 imiş. Bu da 3s2, 3p1. Əsas yarım qrupdur, əlavələri dərhal silirsiniz. 3-cü qrupdur, 2-ni silirsiniz. Deməli, bunu da silmişdik. Doğru variant C variantıdır. 3-cü dövr, 3-cü qrupdur. Kalium sulfat, kalium 2, SO4. Deməli, dissosiasiya etməmiş mol sayı N-dir. Metalın iyonları isə 3N-dir. Dissosiasiya ilə 2 dənə kalium müsbət, üstə gəl SO4 2 mənfi. Baxırıq, 1 moldan 2 dənə metal iyonu alırıq. 3N isə X olacaqdır. X də bərabərdir 1,5 N dissosiasiya edibdir. 1,5 N edibdir. N də etməyibdir. Ümumi onda bizim mol sayımız deməli 2,5 N imiş. Onda 2,5 N'imiz bizim ümumi 100%-imizdir. Dissosiasiya dərəcəsini istəyir. 1,5 N isə X düşəcək. Hər tərəfi ixtisar aparırıq 0,5-ə. Burada qaldı 5, burada qaldı 3. Deməli, buradan ixtisar aparsınız. Burada qaldı 20, 20-ni də 3-ü 60%. Deməli, bizim dissosiasiya dərəcəmiz 60% imiş. Demək, 39-cu suala baxaq. Deməli, 2 mol amonyak parçalanır. Deməli, N2 plus 3 mol H2. Başlanğıc sərt tarazlıq yazırıq. Deməli, amonyakın neçə faizinin parçalandığını deyir hesablayın. Baxırıq, amonyakdan tarazlıqda A qalıbdır. Hidrogendən də nə qədər qalıbdır? Bundan da A qalıbdır. Onda baxaq, deməli, 2 dənə amonyak parçalanında 3 dənə hidrogen əmələ gəlibdir. A da alınması üçün X götürək. Bu zaman deməli, X bərabərdir 2A böl 3. Deməli, 2A böl 3 qədər amonyak parçalamaya məruz qalıbdır. 2A böl 3. Onda bizim başlanğıcda nə qədər olubdur? 2, deməli, A böl 3 üstə gəl A qədər amonyakımız olubdur. Neçə faizi parçalanıb deyir. Onda bu da deməli 2A böl 3 üstə gəl A. Bu da eləyir deməli 5A böl 3. 5A böl 3-ümüz ümumi başlanğıc olan amonyakdır. Parçalamaya məruz qalan 2A böl 3-dür. Yəni onda 5A böl 3-ümüz 100%-dir. 2A böl 3-ümüz isə X-dir. Demək, X də bərabərdir. Demək, 2A böl 3 vur 100-ə böl 5A böl 3-ə. Sadələşdirək kəsirimizi. Deməli, 200A vur
3 böl 5A vur 3. 3'lər ixtisar gedir. Elə burada da apara bilərdiniz. 200'ü 5'e bölürsünüz. O da eləyir 200'ü bölək 5'e 40%. Doğru variant Y variantıdır. Daha sonra 40-cı suala baxaq. Müəyyən şəraitdə qapalı qabda azot və hidrogendən ibarət 28 mol qarışıq vardı. Yəni reaksiyamızı yazırıq. N2 üstə gəl 3 mol H2 alınır 2 mol NH3. Deməli 28 mol qarışıq var. Azot tamamilə sərf olmuşdu. Yəni başlanğıc sərf tarazlıq yazıram. Demək bu ikisi 28'dir. Bilmirik hər birinə nə qədərdir. Azalmaya görə eləyək burada biz. Bəli, azalmaya görə eləsək daha rahat olar. 28-dən 20'yə düşüb 8 azalmamız var. 8 azalmada bilmirəm nə qədər amonyak var. Amma normal reaksiyamda 4 moldan 2 mola 2 mol azalma olanda elə 2 molda amonyak olur. Deməli mən buradan tapıram ki, bizim 8 amonyak əmələ gəlibdir. Tarazda 8 amonyak var. 8 amonyak almaq üçün biz nə qədər azot sərf edirik? 4 mol azot sərf edirik. Ondan 3 dəfə çox hidrogen 12 hidrogen sərf edirik. Azot tamamilə sərf olunub 0'a düşübdüsə, deməli elə başlanğıcda mənim 4 dənə azotum olubdu. Elə ilkin qarışığı soruşur. Elə doğru variant D variantı 4'dür. 41-ci suala baxaq. Deməli ümumi olanı soruşur. Baxaq, amfoter oksiddir, əsasi oksiddir. Əsasi oksid qələvlərlə reaksiya daxil olmur, ümumi deyil bu. Bir olan variantları dərhal çıxırsınız. Su ilə reaksiya daxil olmur, bəli bu amfoterdir, bu da suda həll olmayan əsasdır. 2 ilə başlasın cavabınız. A-dan Y-dən biridir. Xlorid turşla reaksiya daxil olur, bəli oksidlərdir, duz əmələ gətirəndir. Turşu ilə girir, doğru variant Y variantıdır. 42-ci suala baxaq. Suda məhlulda axıra qədər getməsi üçün X hansı maddə ola bilər? Baxırıq. Deməli, burada reaksiya o vaxt gedir ki, nəticədə çöküntü, qaz və su alınsın. Qaz alınması üçün amonyakı qazını çıxartmaq üçün qələvi götürməliyik. Çünki qələvi ilə təyin edirik amonyum ionunu. Sulfatı çöktürmək üçün kalsium, barium, stronsium götürməliyik. Elə doğru cavab 1, 3, B variantıdır. Daha sonra 43-cü suala baxaq. Mis nitratın suda məhlul üçün hansı ifadə doğrudur? Hidrolizə baxırıq. Onda yazıram kuprum NO3 2 dəfə üstə gəl HOH. Hidrolizdə HOH yazsanız məhsulları daha rahat görə bilərsiniz. Bu zaman alınır kuprum OH NO3. Deməli bura 2 düşür çünki deməli əsasi duz alınır. Əsasi duz alınır və 1 molda nitrat çıxır. Bu birinci mərhələdir. Hidrolizin birinci mərhələsi. İkinci mərhələdə alınır kuprum OH 2 dəfə üstə gəl HNO3. Bu da ikinci mərhələdir. İki mərhələdə hidrolizə eləyir. Bəli, doğrudur. Bir olmayan variantları dərhal atırsınız. Hidrolizin birinci mərhələsində əsası duz alınır. Bəli, zəif tərəfin duz alınır həmişə hidrolizdə. Əsas tərəf zəif olduğuna görə əsası duz alındı. 3 də doğrudur. 3 ilə davam edirik. H deməli OH-dan kiçikdir, yanlışdır. Deməli mühit turşdur. Birinci mərhələsində turş duz alınır. Avtomatik artıq əsası duz götürmüşsə birinci mərhələdən turş duz götürə bilmərik. 4 olan variantlara çıxırsınız. Mühit turşu alınır. Elektroliz zamanı bəli, doğru cavab C variantıdır. Reaksiya daxil olan maddələrin hər birinin qatlığını 3 dəfə artırdıqda sürət necə dəyişər? Baxın, amonyakı da azotu 3 dəfə artırıram, 3 üstü 1. Hidrogeni 3 dəfə artırıram, 3 üstü 3. Bu ilədir 3 üstü 4. Buraya yazıram 3 üstü 4. Burada da 3 dəfə artanda 3 üstü 2. Burada da 3 üstü əmsal 1'dir 1. Burada da 3 üstü 3. Deyir, sürət dəyişməsi arasında münasibəti müəyyən edin. Bu eləyir 81, bu da eləyir 27. İxtisar aparsaq 9'a, burada qalar 3, burada qalar deməli
9'a ixtisar apardıq. 3, 81, 9. Demək, yenə ixtisar gedir. 3'ün 1'i. Deməli, x 3'dür, y 1'dir. Deməli, biz y-dən 3 dənə götürsək, x-ə bərabər olur, D variantıdır. Deməli, 1 mol magnezium hidroksid götürülübdür. 1 mol maqni OH 2 dəfə və 2 molda H2SO4 götürülübdür. Deməli, 1 molda olan atomların sayını soruşur bizdən. Bunu iki cür də eləyə bilərik. Deməli, burada 4 dənə H-ımız var. Burada da 2 dənə OH-ımız var. Buradan 2 dənə H gedir. Suyun ayrılmasına 2 dənə H, 2 mol su çıxır. Yəni 2 mol H2O çıxır. 6 dənə atom azalma baş verdi. Burada sulfatda deməli 7 dənə atom var. 2'yə vursanız 14. Burada deməli OH2-dir. Mötərizənin xaricinə vurun 4. Bir dənə magnezium 5. Deməli 14 ilə 5'i toplayırıq 19. 6 dənə su ilə ayrıldığına görə burada 13 dənə atom qalır. Və yaxud da formulla da eləyə bilərik. Alınır magnezium HSO4 2 dəfə. Çünki turşu çoxdur, turşu alınır. Belə daha rahatdır. 1, üstəgəl 1, üstəgəl 4 elədi 6. 6'nı da 2'yə vurursunuz 12. Vurursunuz 2, 12 üstünə də 1'i gəlirsiniz 13. Deməli, burada 13'dür. İndi tərsinə aparırıq bu reaksiyanı. Magneziumdan 2 dənə götürürsünüz. 2 dənə magnezium OH 2 dəfə. Üzərinə gəlirik H2SO4. Deməli, buradan da əsası duz alınır. Alınır magnezium OH 2 dəfə SO4. Burada mötərizənin içərisində 3 atom var. Xaricinə vurursunuz 6. Bir dənə kükürt. 4 dənə də oksigen burada. Yəni, bura 6 elədi. 5 dənə də burada 11. Deməli, bu da elədi 11. 11 ilə 13'ün cəmini istəyir bizdən 24. Doğru variant C variantıdır. Daha sonra 46-cı suala baxaq. Deməli, məhlulda bu duzun, deməli, bu məhluldakı duzun kütləsi qədər su buxarlandıqda alınmış doymamış məhlulun kütləsi payı 1,25 dəfə artmışdı. İlk məhulda suyun kütləsi tuzun kütləsindən 2 dəfə çoxdur. Deməli, onda biz birinci məhlul üçün duzumuzu X götürək, suyumuzu isə Y götürək. Onda 1,25 dəfə artmışsa, onda birinci məhlulun payını 1 götürürəm. Onda 1 bərabərdir, yəni omeqanın yerinə 1 qoyaq. X böl X plus Y. Bu birinci məhlumuz üçündür. İkinci məhlulda 1,25 dəfə artıbdırsa, deyir ki, məhluldakı duzun kütləsi qədər su buxarlandırdıq. Məhlumuzdakı duzun kütləsi X-dir. Duzumuz olduğu kimi qalır. X plus Y-dən X qədər su çıxır. Onda burada qalır X böl Y. Biz bu bərabərləşdirmək üçün, deməli, bu tərəfi 1,25'e vururam. Onda 1,25 bərabərdir X böl X plus Y bərabərdir X böl X'lər getmişdir. Bu ifadəni yazırsınız Y-ə. Deməli, onda 1,25 X böl X plus Y bərabərdir X böl Y-ə. Buradan sadələşdirək, görək nə çıxır. Deməli, X'lər getdi. 1,25 böl X plus Y bərabərdir 1 böl Y-ə. Deməli, onda X plus Y bərabərdir 1,25 Y-ə. 1,25 Y-dən 1 Y çıxanda X bərabərdir 0,25 Y-ə. Onda biz buradan Y-i
Y bərabərdir 4x-ə. Deməli, Y bizim suyumuz idi. İlk məluldakı suyun kütləsi duzun kütləsindən neçə dəfə çoxdur? 4 dəfə çoxdur. 4x C variantıdır. 47-ci suala baxaq. Hidrolizin birinci mərhələsində əmələ gələn duz. Baxırıq, hansı tərəf zəifdirsə onun duzu əmələ gəlir. Əsas tərəf zəifdirsə əsasi duzdur. Hidrolizə uğramır, hər iki tərəf qüvvətlidir. Turşu tərəf zəifdirsə turş duzdur. Deməli, bu da yanlışdır. Deməli, turşu tərəf zəifdirsə turş duzdur. Deməli, bu da doğrudur. Doğru cavabımız 1-4D variantıdır. Daha sonra digər suala baxaq. 48-ci suala. Deməli, kalium və kalium hidritdən ibarət 138 qram qarışıq. X qram su əlavə etdikdə 3,5 mol kalium hidroksid əmələ gəlmişdir. Kalium üstəgəl H2O alınır. Kalium OH üstəgəl H2. Hər tərəfə 2 düşür. 1 mol ayırır hidrogeni. Kalium hidrit üstəgəl H2O alınır. Yəni kalium OH üstəgəl H2. Burada hidrogen 3'dür. Burada da 3'də əmsal düşmür. Burada da 1 moldur. Bu da 1 moldur. Bu da 1 moldur. Molları fərqli rənglə yazaq. 2, 2, 2, 1, 1, 1. İndi bizdə qarşılığımız 3,8-dir. Buranı x götürürəm, buranı y götürürəm. Deməli, x plus y. Demək, bərabərə gətirsəydik daha rahat olardı bizim üçün. Bərabərə gətirək, bura 0,5 qoyaq, bura 1, bura 1, bura 1. Bəli, tənliyimiz fərqli alınmasın, ona görə bərabər saxlayaq. İndi bizdə deməli kalium OH, bunu mən x götürdüm, onda bu da x-dir, bu da y-dir. X plus y 3,5-dir, bu qələbimizin mol sayıdır. İndi keçdik qrama. Kaliumun kütləsi 39x, kalium hidridin kütləsi 40y, bərabərdir 138-ə. Deməli, hər tərəfi 40-a vuraq. 40x üstəgəl 40y bərabərdir 3,5-i 40-a vuranda. Demək, 3,5-i vururuq 40-a, 140 eləyir, 140. Deməli, burada qaldı bizim x-imiz, y-lərimiz getdi. 140-dan 138-ə çıxırıq, 2. X-imiz 2-dir. X-i 2 tapdıq, x-i 2 tapdıq. Üstə gəldik, y-imiz onda bizim eləyir 1,5. Y-imiz də 1,5-dir, x-imiz də 2-dir. İndi mənə deyir ki, kalium hidroksidin kütlə payı 25% almışdır. X-i hesablayın. Yəni, əlavə ondan su istəyir bizdən. İndi baxaq, deməli, kaliumdan 2 dənə götürsək, bizə 2 dənə kalium OH verir. Burada kütləmiz eləyir 2 mol yazaq. Burada da 1,5-dir. 1 moldan 1 mol alırıqsa, 1,5-dən də elə 1,5 kalium OH. Bizim ümumi maddəmiz elədir. Deməli, 2 molda kalium OH burada var. Ümumi 3,5-i vururam 56-ya. Yazaq, 3,5 vur 56. Bu bizim elədir 196 qram maddəmiz. Yəni, bizə 25%-i verən budur. 25%-i verən budur. İndi bizim sudan da kalium hidroksidin alınmasına da sərf olunubdur. İndi baxaq, əgər məhlulda bizim 25% 196 qram maddəmizə düşürsə, onun 75%-i də suya düşür. Gəlin, indi suyu tapaq. Onda ixtisar aparsaq 196-nı 3-ə vurarıq. 3-ə vurarıq, suyu taparıq. Deməli, vur 3-ə. Deməli, bizim suyumuz məhlulda hal-hazırda mövcud olan suyumuz 588-dir. Axı biz burada müəyyən qədər kaliumların da OH-ını çevirmək üçün sudan istifadə eləmişik.
2 mol kaliuma 2 mol su burada gedibdi. Yəni 36 qram burada sərf eləmişəm. 18 qram da yox, 1,5 1,5 sərf eləyəndə onda 1,5 su da burada sərf olunubdu. Onda deməli 18-i 1,5-ə vuranda 27 də burdadır. Deməli 27 bura sərf eləmişik, 36 da ora. Bunun üstünə bir dəfə 27 gəlirik, bir dəfə də 36 gəlirik. Deməli üstəgəl 27, üstəgəl 36, 651. Deməli 651 qram su götürmüşük ki, onlardan hidroksid alaq və artıq qalandan məhlulda istifadə eləyək. Doğru variant Y variantıdır və çox maraqlı suallardan idi. 49-cu suala baxaq. 49-cu sualda məhlulumuzun kütləsini veribdi 200-dür. Duzumuzun kütləsi burada deməli x-dir, faizi də payı da y-dir. Onda y bərabərdir x böl 200 vur 100-ə. Bu zaman deməli ixtisar gedir. Deməli x bərabərdir 2y-ə. Daha sonra deyir, müəyyən qədər duz əlavə etdikdən sonra məhlulumuzun duzun kütləsi 5x olubdur. Yəni 5 dəfə artıbdır. Kütlə payda 2,5 dəfə artıbdır. Onda 2,5y bərabərdir 5y. 200 plus x var idi, 5x olur. 4x qədər maddə əlavə eləmişik. Deməli, bizim əlavə olunan maddəmiz 4x-dir. Bu bərabərliyi bərabər eləmək üçün mən bu hissəni vuraram 2,5-ə ki, bərabər olsun. Onda 2,5 y belə eləyək. Demək, bunları bərabər eləməkdən ötürü bu hissəni 2,5-ə vurarıq. 2,5-ə vurub bura bərabər götürərik. Onda 2,5y bərabərdir x böl 200. Onsuz da hər tərəfdə 100 var deyə nəzərə almırsınız. Burada ixtisar gedəcək. Bərabərdir 5x böl 200 plus 4x-ə. Bunu sadələşdirsək, yuxarıda x-lər getdi. Burada qaldı, deməli, bu bərabərliyi vursaq, demək, burada 2,5y vur, bu vur olmalıydı, vur. 1 böl 200 bərabərdir 5 böl 200 plus 4x-ə. 4x-ə, buradan da y-i də x-lə əvəz eləyə bilərik və yaxud da x-i y-lə əvəz eləyə bilərik. Burada 2,5y böl 200 bərabərdir 5 böl 200. Deməli, x-in yerinə 2y gətirib qoysaq, bura eləyir 8y. 8y çarpaz vursaq, deməli, 1000 bərabərdir 2,5y. Burada yox, məhsullar. Bir dəqiqə, burada yenidən düzəldək. Deməli, 2y, deməli, birinci tənliyimizdə x böl y, x-i y-ə bölürük. Yenidən yazaq. Deməli, 2 məhlulda y bərabərdir x böl 200 vur 100-ə. İkinci məhlulda da 2,5y bərabərdir 5x böl 200 plus 4y.
Vur 100%. Yüzlər getdi. Bunu bərabər eləməkdən ötürü neyək? Ya y ilə əvəz eləyək. Gəlin y ilə əvəz eləyək. Burada ixtisar getdi. X bərabərdir 2y-ə. Gətirək burada yerinə qoyaq ən rahatı. 2,5 y bərabərdir. X-in yerinə 2y qoyanda deməli 1x 2y-dirsə onda burada yuxarıda 10y böl 200 çıx deməli üstə gəl 8y-ə. 8y deməli 2,5y 200 plus 8y bərabərdir 10y-ə. İxtisar gedir. İxtisar gedir. Burada qalır 4y. Deməli o da bərabərdir 8y. Üstə gəl 200. Deməli 200 də bərabərdir 4y-ə. Y də bərabərdir 50-yə. Doğru cavab A variantıdır, bəli. Daha sonra 50-ci suala baxaq. 50-ci sualda kalsiyum, alüminium hidroksid, magnezium hidroksid üçün hansı ifadə doğrudur? Həll olunurlar, bəli, hər ikisi çöküntüdür. Hər ikisi çöküntü. Kalium OH-la, bəli, bu amfoterdə girəcək, ancaq bu girmir, əsasidir, səhvdir. 2 olan variantları çıxdınız. Nitratla reaksiya daxil olar, bəli, OH qrup olduğuna görə nitratla da reaksiya daxil olar, doğru variant B variantıdır. 51-ci sualda doğru göstərilməmişdir. Mis dəyişkən valentlidir, 2 olmalıydı, biri 1-dir. Sink sabitdir, 2 olmamalıydı, biri də 4-dür. Doğru variant elə D variantıdır, digər variantlara baxmadıq. 52-ci sualda reaksiya üzrə 0,4 mol amonyak, 0,6 mol oksigen qarşılıqlı biri tam sərf olunur. Baxıram 4 dənə oksigenə, 3 dənə deməli oksigen, 4 dənə amonyaka, 3 dənə oksigen sərf olunur. 0,4-də də X olacaq. Bu da 0,3. Deməli 0,6-dan 0,3-ü sərf olundu. Artıq qaldı 0,3 oksigen. Deməli 0,3 oksigen artıq qaldı. 3 olan variantları saxlayırsınız. Sonra deməli 0,2 mol azot alınır. Baxıram 4-də 2-dirsə 0,4-də də bəli 0,2 olacaq, 10 dəfə az. 2 də doğrudur. 1 də doğrudur. 1,3-dür doğru cavabınız. Burada 7,2 yox. 4-də 6 vur 18, yəni 144-dürsə 0,4-də də 10 dəfə az. 14 tam onda 4 olardı. 2 yanlışdır. 53-cü suala baxaq. 0,4 molun tam dissosiasiyasına bu qədər ion əmələ gəlir. Bəs gəlin görək, normal formulumuz 1 molda axtarılır. Həmişə 1 mola nə qədərdir? 1,2-ni bölürsünüz. 0,4-də 3. Deməli 3 ion saxlayanları baxırıq. 1 dənə ferium, 3 dənə xlor 4 elədi. 1 dənə alüminium, 3 dənə nitrat 4 elədi. 2 dənə natrium, 1 dənə sulfat 3 elədi. 1 dənə kuprum, 2 dənə nitrat 3 elədi. Doğru variant 2, 4. Həcmi 1 litr verilmişdi. Qapalı qabda 8 mol dəm qazı, 5 mol oksigen, tarazı qabda 10 mol qaz qarışığı alınmışdı. Reaksiyamızı veribdir. Başlanğıc sərf, tarazlıq yazaq. Başlanğıcda 8 mol CO veribdir. 5 mol oksigen, məhsullarımız həmişə başlanğıcda 0 olur. Tarazda deyir 10 mol. 8 moldan əmsala qədər, yəni 2x sərf olunur. Burada qaldı 8 minus 2x. Bu CO üçündür. Oksigenə baxaq. 5-dən əmsala qədər, yəni 1x sərf olunur. Burada qaldı 5 minus x. Bu da əmsal qədər əmələ gəlir. 2x də əmələ gəldi. Bunların cəmi deyir 10-a bərabərdir. Buradan x-i tapaq. Buradan x-i tapsaq 3 eləyər. Gətirib yerinə də qoyub görə bilərsiniz. 3 eləsə x, bura elədi 6. 8-dən 6-nı çıxırsınız. 2.
Deməli 3 elədi. 5-dən 3-ün çıxırsınız. 5-dən x 3-dür 2. 3 elədi. 2-ni 3-ə vurursunuz. 6. Həqiqətən də elə 10 elədi. Tarazlıqda olan mol miqdarlarımız KT-ni soruşur. Həcm birdirsə, molları gətirib 1-ə böləndə elə qatılıqlar mollara bərabər çıxır yenə də. KT bərabərdir. Deməli, məhsulumuz 6 idi. Əmsalı nəzərə almalısınız. 6 üstü 2 vur. Oksigen 2-dir. 2 üstü 1. Əmsalı çünki 1 idi. Vur. CO-nun qatılığı 2 idi. Əmsalı 2 idi. Bu da elədi. 36 böl. 2 üstü 2 4. 4'ü 2'ye vuranda 4'ü 2'ye vuranda 8. 36'nı 8'e böleceksiniz. 36 böl 8. 4,5. 4,5'te cevabınız. Daha sonra turş mühidi soruşur bizdən. Hər iki tərəf qüvvətlidir, neytral. Turşu qüvvətlidir, turş. Hər iki tərəf zəifdir, neytral. Deməli, turşu qüvvətlidir, turş. Qələvi qüvvətlidir, qələvi. Turşu qüvvətlidir, turş. Deməli, doğru cavabınız 2, 3, 6. Devam edək 56-cı sualına. Molar qatılıq verilibdir. C bərabərdir. C bərabərdir 3-ə. Deməli, natrium OH-ın kütləsini verilibdir. Həcmini millilitrdən istəyir bizdən. Onda biz baxırıq, kütlə də, molyar kütlə də verilibdirsə, onda C bərabərdir. Nü böl V düsturunda nünün yerinə kiçik M böl böyük MR vur V gətirib qoyursunuz. Bizdən V-ni soruşursa, həcm V-sini soruşursa, onda V bərabərdir. Kiçik M böl böyük MR vur C. Kiçik M-iniz 60'dır, molyar kütləniz 40'dır, C-niz 3'dür. Deməli, ixtisar gedir burada 20'yə, 3 qalır, 2 qalır, 3'lər ixtisar gedir, 1 böl 2. 1 böl 2 millilitrdən istədiyinə görə bu 0,5, bunu da 1000'ə vurursunuz. Deməli 500 millilitr. Cavabınız 500 millilitrdir. 57-ci suala baxaq. Demək, kalium OH-la reaksiya daxil olur. Nitratla girmir. Bunu birinci Z-lə başlayaq. Z-lə. Hər iki maddə reaksiya daxil olursa, deməli amfoter xassiyə götürəcəksiniz. Amfoter yoxdursa, deməli bunu götürə bilərik biz. Çünki burada OH da var. Çöküntü yaradır. H da OH-la gedir. Deməli Y 1-ə 3'ə aiddir Y. Karbon qazı turş oksididir. Turş oksidi yalnız qələvlərlə reaksiyaya girir. 1'ə aiddir D. Bu da getdi. Turş duzdur, H-ı var, qələvi ilə də reaksiyaya girə bilər. Nitrat da karbonatı çıxardır. Bura aiddir C, bu da getdi. Əsasdır, yalnız turşu ilə reaksiyaya girir. A, qələvi ilə reaksiyaya girmir. Deməli, əsasdır, hidroksiddir. Qələvi ilə reaksiyaya girmir. Turşu ilə reaksiyaya girir. Deməli, 1'ə uyğundur B, 2'yə uyğundur 1'ə uyğundur D, 2'yə uyğundur AB, 3'ə uyğundur C, Y. Daha sonra gəldik situasiyamıza. Deməli, qeyri-üzvü birləşmələrdən verilibdir situasiya. Qabda natrium hidrokarbonat və natrium hidroksid qarşı qızdırıldıqda baş verən reaksiyanın zamanın maddənin kütləsinin zaman asılı qrafiki göstərilmişdir. İlk öncə gəlin reaksiyamızı yazaq. Deməli, yazıram natrium hidrokarbonat. Üstünə gəlirik natrium OH. Alınır natrium 2CO3. Üstə gəl H2O. Demək, burada əmsal düşmür. Əmsal olduğu kimi qalır. İlk öncə bildiyimiz kütlələr yazaq. 84 qram. 40 qram, 106 qram, 18 qram. Bu kütlələri yazaq, çünki bizə kütlə qrafiki verilib, mütləq ki bizə lazım olacaqdır. Baxırıq,
Deməli, artan maddəmiz maksimum kütləsi C-dir. Deməli, C bunun kütləsidir. Daha sonra 1,8 suyun kütləsidir. Onda 1,8-ə görə bura 10,6 eləyir. Bura 4 eləyir. Bura 8,4 eləyir. İndi burada baxaq, bizdə reagentlərimiz hər ikisi B-dən başlayıbdır. Hər ikisi B-dən başlayıbdır. Yəni, çoxa çatdıraq. Onda mən hər ikisinin kütləsini götürürəm. 8,4, 8,4. Deməli, B-miz 8,4 elədi. B-miz 8,4, C-miz 10,6 tapmışıq. İndi gəlin A-nı tapaq. Demək, baxıram. 40-a 84 isə 8,4-ə 4-dür. Deməli, buradan 4 gedir. 4,4 də artıq qalır. Deməli, mənim bu maddəm gəlir A-da dayanır. Deməli, A-mız 4,4-dür. A-nı da tapdıq 4,4-ə. Bunları məlum etdikdən sonra keçirəm sualın digər hissəsinə. Deməli, mən bir də burada qeyd eləmirəm. Artıq qrafikin üzərinə qeyd elədim rəqəmləri. Əgər sualda istəyərsə, buradan götürə bilərik. Deməli, reaksiya başa çatdıqdan sonra bərk qalıq üzərinə nitrat əlavə edilən zaman X qazının ayrılması müşahidə olundu. İndi baxıram, məndə deməli, bərk qalıq natrium karbonatdır. Çünki natrium karbonatdan biz qaz ayıra bilərik nitrat turşusu ilə. Bu zaman alınır natrium nitrat, üstəgəl karbon qazı, üstəgəl su. Nitratlara 2 düşür. Deməli, yazıram 106 qrama 2 vur 63 qram gedir və deməli 1 molda karbon qazı ayrılır. Bizdə də qrafikdə göründüyü kimi 10,6 qrama X olacaq. Bu da eləyir elə 10 dəfə az. Elə bil 2 vur 6,3 götürək. Bu belə. Daha sonra qabda bərk qalığın tam həll olunmasına nitrat əlavə etmişik. İndi bizim burada 4,4-də natrium OH bərk qalığımız qalıbdır. O da nitratla reaksiya girməlidir. Natrium OH üzərinə gəlirik HNO3 alınır. Natrium NO3 üstəgəl su. Birin birə gedir, reaksiya G-yə düşmür, heç nə, əmsal düşmür. 40 qrama 63 qramdırsa, yəni 1 moldursa, 1 mol yazaq. Birdən ola bilər, mol istəyər bizdən. Bizdə də 4,4 qalmışdı. 4,4-də də X. Elə molla hesablayaq. Deməli, 4,4-ə vuraram 1-ə mola. 63 sildim. Bölərəm 40-a. Demək, 4,4-ü bölürük 40-a. Deməli, burada sərf olunan nitratımız 0,11-dir. Burada da deməli, alınsa, mola çevirsək 63-ə bölün. Elə 63-ü burada da nəzərə almasanız 10 dəfə az 0,2 mol da burada eləyir. Deməli, biz ümumilikdə nitratdan sərf eləmiş molumuz 0,2 duza sərf elədik, 0,11 də qələviyə sərf elədik. İndi gəlin görək bizdən nələri soruşur. Artıq reaksiya tənliklərini yazmışıq hazırdır, ABC-ni tapmışıq hazırdır. Nitratın molyar qatılığını istəyir. Onda C bərabərdir nö böl V düsturuna əsasən. Nölarımız 0,2 1 sərf olundu, 0,11 də 1 sərf olundu. Bunu böləcəksiniz, millilitr veribdir artıq bizə, onu da bölürsünüz. Demək, 0,55-ə, 155-ə. 155-ə bölürsünüz. 155-ə yazaq, deməli 0,11-in üzərinə 0,2 gəlirik, 0,31. Bunu da bölürsünüz 155-ə. Bu eləyir 0,2. Yəqin ki, bizə litrlə istəyər. Litrlə
millilitrdir, litrə çeviririk. 0,002-ni 1000-ə də vuranda bizim molyar qatılığımız 2. Doğru cavabımız 2-dir. Deməli, molyar qatılığı bəli litrdən istəmişdi, tapdıq, 2-dir. Qabda ümumi duzun mol sayını istəyir. Baxaq burada, deməli, buradan elə, deməli, 40-a 1 moldursa, 4,4-ə x, elə bu da 11,1 eləmişdi. Elə nitratın neytrallaşdırdığı duzun mollarıdır. Deməli, 11,1 buradan alınmışdı. 2 mol 106-ya 2 idisə, 10,6-ya 0,2 elə düzdür. Burada elə duzun mol sayını verir bizə 0,31. Burada da 0,31-dir cavabınız birincidə. 0,31 mol da duzunuz olubdur ki, nitrat onları reaksiyaya apardı. Çünki nitratla reaksiyaya girən duzu soruşurdu bizdən. Deməli, bugünkü sınağın izahı bu qədər. İnşallah növbəti videolarda görüşərik. Hər birinizə uğurlar arzulayıram.